Herkese selamlar dostlar. Bugün sizlerle birlikte fragmentini yayınladığım Poppycraft Chapter 1'i oynuyoruz. Hep böyle. Emir kapı var. Hala kesemediğimiz için otomatik bura giriyor. Oy ananı. Burada deyəsən şalter axtaracağıq. O bayağı bir uzun süren bir süreçti. Ananı. Ay bulim. Hayda. O zaman qoy videonu dayandırım. Vallahi deyirəm buradakı şalterləri tapıb videonu başladacağım. Dostlar ilk şalterimizi tapdıq. İndi gəlin bir dənə bundan buranı açmağı deneyək. Şalter burada. Buranı belə açanda içində heç nə yox. Ve oyuncaqlar var. Bu şalteri götürək. Biz hələlik buranı açaq. İşte bura. Burası da Hagvage'nin olduğu yer. Burada ne olduğunu bilmirəm. Burada da ne var bilmirəm. Neyse. O biri qalan şalteri de tapmaq zamanı. Dostlar uzun uğraşlarla bu ikinci şalteri de tapdıq. Hə. Onu da bura koyduk. Aa burada. Redback. Gözde ne? Mavi el harda. Şalter var burada da bir tane. Gözde. İndi anladım. Ya da anlamadım hiçbir şey. Ha bu şalterle de gidip baxaq. Oranı açaq. İndi anladım. Oradakı oyuncaqların renk kombinasyonundan oradakı qapını açacağıq. Amma bilmirəm də hansı qapı açılacaq. Sarı, qırmızı, pink, qara. Sarı, qırmızı, pink, qara. Hə, bir də saçdım, qaçdım. Bir də oyunda sadəcə şeydir. Bəzi 3 blokluq tullanma yerlərindən başqa heç bir yerdə qaçmaq olmaz. Pink ve qara. Aha bir yer açıldı. Aha oy ananı. Vay mən burada nəsədir? Aha mavel. Vallahi deyirəm mavel. Aha buranı. O şükür Allah'a. Vay burada ne işi var ya kırmızı gazın məsələn? Ne əlaqəsi var? Neyse mavi elimiz de oldu. Gözde orada mavi eline sıkın. Ay Allah. Gözde. Hə. Saçıram qaydanı unuduram həmişə. Allah mən bağışlayın. Hə. Öyle deyəsən, oyda bu ne qaranlıqlıq səviyyəsi də ala. Ayda bura şeydir, oyundakı o yer. Də bunları toplama, bateriya toplama yeri. İndi. Hoppala, ay Allah. Tamam getdi. Ha indi. Yan buraları axtaraq. Hər yerdə ola bilər. Burada çıxmadı. Bir də bateriyaları mən gizlətməmişəm. Hamısını qardaşım gizlədib. Demiştim hər sıraya bir dənə qoysun amma elə görünür heç bura qoymuyor bu. Haqqı ya va. Niye bunlardan yoktu? Niye bircə dənə də bateriya tapmışam? Vay haqqı bircə dənə də bateriya tapamadım. Ay gözlük də. Ha burada da yok. Aa yok ey. Bağışlayın ben uşaqlar ancaq bu minnoş Hagivagi oyuncağını qırağa koymalıyam. Heç bir şey de yaramadı. Siz de qırağa koymağım. Ayda hələ bu sıralar var. Aha. Neyse. Her sıraya bir dənə qaydasına göre. Aha. Vallahi deyirəm yerlərini əzbər bilmirəm.
Çabuk ra. Ayda şansımız yetti. Tüh. Yes. Sonuncu kaldı. O da bu raflerden birinde. Nerede? Ha bu. O şeyler dedem aparılar satlar. O oyun ne karanlıktı. Gözümün qabağını görənmirəm. Koy biraz sözünürlüğü artırım. Hə, indi daha göze görünür oldu. Daha adam gözün qabağını görənmirdik. Hem videoda bu daha da bariz şekilde görüneceği için. Ayda Allah'ın cezası. Sonuncu kırmızı kaldı. Zibili tapamıram ama. Hayda koy ben de onu tapım videom başlatacağım. Uşaqlar tapdım. Bak buradaymış. Ben bura ne tap çıkacağım. Ha bak bu sarmaşıktan tırmaşabilirim. O bala Tarzanam ilk. Direkt kombinasyonunu doğru eləməliyəm. İşte. Yuppala. O yana canım gitti. Gitti indi. Bura biraz sıkıcı bir yoldu. Ama tabi bu kadar da videonun kısmak olmaz. Yani orada bir şey tapmakta her kısabilirim ama tabi buralarda videonun dayandırası değilim. Yani bunda bu materyalda MBS'imin modundan istifade etmişəm. Aha, 2 blokluk bir yer. Aha, make a friend. Power'a basanda ne olur? Burada da kırmızı el tapalı bir şey var. Deyək qəhvərengi, sarı, qara renkləmə. Ayda burada deyəsən boyaları tapmalıyıq. Çünki əklədiyim modların birində. Vay be. Aha. Hadi be. Hayda. Haradasın ayaq? Yo, sarıymış. Hə, indi. Düzgün sıra. Qəhvəyi, sarı və qara. Yo, gözə. Hə, düz elədim. Güzə basanda. Aha. Gözlə ki, oradan bir dənə işıq. Aha, burada yeni bir dənə yer açılıb. Hadi getdik. Aha. Yine panelli bir şey. Burada da böyle kapı var. Yan kırmızı eli tapacağıq. Burada. Ama 2 tane panel olanda. O ben hamısını tapım videonu başlatacağım. Yani birinin tabanda videonu başlatacağım da. Oy çok şeydi. Dayandırmamışam saçım. Neyse bura getdi indi. Sıra burada. Uy çok şanslı. Neyse biri burada olacak. Qıraqları yoxlayaq. Ortalara baxaq. Yara rəskər yəni qardaşım. Ortalara qoya bilər. Uyda ağıllı çıxdı ha. Buralarda yox. Vay. Heyvan. Eşeğe rəskər. Lan. Buna görə ikisi də buradan çıxacaq. Neyse ben onları tapım videomu başlatacağım. Dostlar sarı buradan çıktı. Dostlar göğü de buradan tapdım. Bakın düz buradan. Şimdi uşaqlar yaratıcıdan et almalıyım çünkü ben acıram. Dostlar etimizi aldıq. Çünkü elə bil bizə lazımdır da bu var. Hem de mən elə bil qaçmağı ona görə demirdim də yəni. O kadar. Ha. Sıralama. Açıldı və içəridə qırmızı əl tapırıq. Tak. Düdürüdü. 2 əlimizdə oldu. Hadi eyvallah. Hadi getdik.
sıxıldım. Hə. Çətbi. Deməli orada. Ay gözlə, tünellər belə gəlir. Buradan da belə, hə? Oy ananı. Yo. Gözəl haqqı var gəlmir. Aha, burada nəsə Allahın rızası. Oh be, burası oyundan fərqlənir. Nə? Bura niyə belə dala? Oy. Ayda, ən sıxıcı bölümlər gəldik. 11 dəqiqə. Yəni ilk chapter qədər uzunluqda. Ayda, burası ən sıxıcı bölümləridir. Heç bunlar da düzgün irəliləmir. Of, adam irəlilənir. Nə qədər irəliləyəcək? Bu Hagiwagi'nin qovalamacasının sıxıcı və Hagiwagi-siz bir dənə variasyonuymuş kimi birdən şey deyək. Da 2-dən çox sağ əlimizdə əli olsa onları dəyişdir. Yəni birdən çox da. Hə nəysə, dəyişdirməyə işə yarayır. Oy. Hə. Bomba. Ay alanı, of. Söyleyeceğim bir dəqiqə. Bu nədir ya? Adam beziri. Buna bax. Nəysə, heç olmasa bura o birisindən yəni qısadır ya da uzundur. Və biz o elektrikli yeri nətər keçəcəyik görəsən? Ya da oranı keçməyəcəyik. Oy ananı. Hə, elektrikli yer buraya. Ayda, keş bura açıq olardı. Tüneller var. Nəysə, indi mavi əlimizdən açaq buranı. Gözlə, nə? Yoxsa bu qapı belə açılmalıydı axı. Hayda. Uşaqlar gözləyin 2 dəqiqə. Hə uşaqlar açıldı. Checkpointimizi alaq biz. Ehtimalı qarşı. Ay. Diqqətli. Heyvanlara bax. Aha. Allah. Aha tren yolculuğu. Oy. Hə getdik. Normalda var ya buradan belə gelib qaça bilərəm. Qaçmaq həm yasaqdır, həm də daha sürətli normalından. Neçə sıxıcı bir tünel. Da çox qalacaq. Ne? Ayda gördüğümüz o meşəlik. Lan. Meşəlik. Güzel. Aha. Bunu çap belə qoyaq. Ha, burada da bu dursun. Lan! Allah'ın cəzası Hagiwagi. Arxama belə baxmaq istəmirəm bir dəqiqə çünki bilirəm arxamda. Allah! Daha da yaxınlaşır. Qaça bilərdim bir dəqiqə amma yəni də o hilebazlıq sayılır. Allah! Ha dostlar geri döndüm. Vur. Ha gördüğünüz kimi player'ım bir də. Allah!
Bir də gəlir namərd. Namərdin balası. Heç arxama baxmayacağım yəni. Allah, bu nə idi? Deyən o qazlardan birinə məruz qaldıq. Arxama baxanda daha da tədirgin oldum. Aha, heyvanın balası məndən geridə qaldı. Harda da? Gəlir. Harda da? Allah. Sıçdıq. Sıçdıq böyük. Ananı. Ay. Aha. Gəl bura, gəl. Gəl bura, ananı yardığım. Of, ben belə düşərsən. Oh. Rahatladım. Güzel. Uy. Oy. Ulan eşeğin balasından kurtulduk. Güzel. Deyən oyunun sonlarına yaxınlaşırıq ya da yaxınlaşmırıq. Bilinmir. Aha, oyunun sonu gəldi. Poppy'ni gedəcəyik. Biz də çıxır koridordan sonra. Açacağıq və nə də? Asansör. İlginç. Ay. Ha, bu nə də? Ay çıkamıyor. Aha. Bura hara gedir hə? Da Poppy'nin odası harda? Ayda. Ha, bura trenin olduğu yere oxşar bir yerdi. Canım da azalıb qoyayım. Hə. Qarşımıza Haqizət çıxacaq. Gözlədim də ulan Haqinin çıxması da imkansızdır. Adam var ya, normal playtime'dan daha da aşağı bir yerə düşdü yəni. Yəni 7-ci bölümdə zaten görəcəyik ya da heç görməyəcəyik. Ya da 2-ci bölümdə də gələ bilər. Hani Sözüm hələ qərarlaşdırmamışam. Yəni 2-ci bölümü indi cihazda belə eləməyəcəm. Bu indi atamın telefonudur, Honor. Yəni 2-ci bölümü bəlkə eyni cihazda elədim, bəlkə eləmədim yəni. Ayda, bura çox sıxıcıdır. Bayaq 14 dəqiqə idi, indi 18 oldu. Yox, 17 idi, aman neysə. Of. Sıxıcı yerler olmasa da değil. Buranı eləyəndə sıxıcı deyil ki, buranı oynayanda sıxıcıdır. Neyse. Uşaqlar, indi bu dostlar, indi bu şey əmək istəyən bir şeydir. Lan bunlar nə dala? Bunlar nə dala? Aha. Ha, Poppy'nin otağına deyəsən satdıq. Bu nədir? Bu nə? Ha, bu. Anası da damlı görəmirik. Aha, namərd Poppy'nin otağına gəldik də, oğlum, bu nətər otaqdır? Bu nətər otaqdır? Açaq.